101. sualın izahından devam edək. Deyir ki, daxilinə çevrə çəkilmiş bərabər yan trapesiyanın oturacaqlar 4 və 16 vahid uzunluqda olarsa, onun hündürlüyü hansı uzunluqda olar? Buradan yazım. Ta ki, bir trapesiyadır, bərabər yan trapesiyadır. Hansı ki, daxilində çevrə var. Daxilində çevrə varsa trapesiyanın qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Oturacaqlar 4 və 16'dır. Onda yan tərəflərinin cəmi 20 olmalıdır. Bərabər yan olduğuna görə 10 və 10. Bizdən soruşur hündürlüyü. Gəlin buradan bir hündürlük çəkək. Bərabər yan trapesiyada hündürlüyün böyük oturacaqdan ayırdığı parça orta xəttə bərabərdir. Yəni bura 10 olacaq. Onda təbii ki, bura 6 olacaq. Bu düzbucaqlı şübzaqdan hündürlüyündə 8 olduğunu müəyyən edirik. Növbəti 102. sual. Düzgün çoxbucaqlının daxilinə və xaricinə çəkilmiş çevrələrin radiusları R və R-dir. Gəlin bir düzgün çoxbucaqlı şərt olaraq çəkirik. Bu kiçik yerdir, daxilin çəkilmiş çevrənin radiusu. Bu isə böyük yerdir, xarici çəkilmiş çevrənin radiusu. Alfa isə xarici bucaqdır. Xarici bucağı burada işarələyik burada alfanı. Onda təbii ki, bura nə olacaq? Bura bir beta deyim. Beta olacaq 180 çıx alfa bölü 2, yəni 90 çıx alfa bölü 2. Bu düzbucaqlı bucaqdan, bax gördüyünüz bu düzbucaqlı bucaqdan sinus beta bərabərdir R bölü R. Sinus beta da betanın bu olduğunu nəzərə alsaq, yaxşı yazaq belə, R bərabər böyük R vurulsun sinus betanın yerinə yazıram 90 çıx alfa bölü 2. Yəni R kosinus alfa bölü 2. O da gördüyünüz kimi B variantında. Növbəti sualımız. Növbəti sualımıza baxaq. 103. sual. Düzgün çoxbucaqlının verilən əsasən tərəflərin sayını tapın. Düzgün çoxbucaqda bildik ki, tərəflərin sayını tapmaq üçün xarici bucaqların cəmini bölülür xarici bucağa. Gəlin bir xarici bucağı tapaq. Xarici bucağı tapmaq üçün gələk təpə bucağını tapaq, daxili bucağı. Buna 1x deyək. Təbii ki, burada 1x olacaq. Onda bu təpə bucağı olacaq 100 üstə gəl x. Bu təpə bucağı da olacaq 100 üstə gəl x. Bu 4 bucaqlıdan A, B, C, D 4 bucaqlısından daxili bucaqların cəmi 180 olduğunu nəzərə alsaq, yox 180 yox 360. Cəmi nə olacaq? 4 dənə x-dir, gördüyünüz kimi 2 dənə də 100 var. 200. Bəli. Bərabər olacaq 360. Buradan x bərabər 40 alırıq, düzdür? X bərabər 40-dırsa daxili bucaq olacaq 140. Daxili bucaq 140-dırsa xarici bucaq olacaq 40. Xarici bucaq 40-dırsa 360'ı böldük 40'a. O da 9. Demək 9 dənə tərəf var. C variantı. Növbəti sualımız 104. 104'də nə deyir? Deyir tərəfləri 12 və 16 olan ABCD paralelogramının A və C bucaqlarının tənbələnləri. Gəlin bir paralelogram çəkək. A, B, C, D paralelogramı. Tərəfləri 12, təbii ki, burada 12'dir. 16, burada 16'dır. A və C bucaqlarının tənbələnləri uzunluğu 14 olan BD diagonalının, BD'nin uzunluğu 14'dür. Tənbələnlərin, gəlin çəkək buradan. A'nın tənbələni çəkdik buradan. C'nin tənbələni çəkdik buradan. Tənbələnləri uzunluğu 14 olan BD diagonalının M və N nöqtəsində. M və N nöqtəsində inir, kəsir. M-ni soruşur bizdən, yəni bu X-i soruşur bizdən. Bu tənbələndir alfa, alfa. Bu da tənbələndir. Eyni bucaq olduğuna görə alfa, alfa. Gəlin baxalım. Buna, bax, bura deyirəm bir Y. Təbii ki, burada bir deyirəm Y. Düzdür. X üstə gələk 2Y bərabərdir nəyə? 14'e. Gəlin indi mən buradan, bax bu yaşıl bucağa baxın. Yaşıl bucaqda AM tənbələndir. Tənbələnin xassəsinə görə nə yazacağım bax buradan? Yazacağım ki, bura 12'dir, bura 16'dır. İxtisar yaparsam 4'e. Bu 3, bu da 4, düzdür. Onda bu olacaq 3K. Burada olacaq 4K. Düzdür, bax, bu bütöv, bax, burası. 3K, 4K. Bu BD verir də bizə. BD yazıram. BD 7K'dır. 7K 14'dürsə, onda K 2'dir. K 2'dirsə, onda Y olacaq necə? 6K
6. Y 3K olduğuna göre 6'dır. Gəlin buradan aparaq yerinə qoyaq da. Y 6 olsa X neçə olacaq? 12 çıxar 12. 14 çıxar 12 2. 2. Və yaxud da bir tapa bilərsiniz. Bu biraz uzun gəldi deyəsən. Gəlin bir tapaq. Baxın. Təzən çəkirəm. Mahiyyət olaraq eyni formada gedəcək, amma biraz qarışıq kimi görsəndir. Gəlin təzən parallelogram çəkək. Bu BD'dir. A, B, C, D. B'de 14'tür. Bura 12'dir. Bura 12'dir. Bu 16'dır. Bu da 16'dır. A, M'i tembelen çektik. Bu da C, N tembelen çektik. Bizden soruşur M'ni. M'ni. Yəni X'i. Gəlin baxaq. Deməli, bayaq dediyim kimi təzdən baxaq. Bir də bax, bu buzağa belə baxaq. Hansı ki, burada AM tembeləndir. Alfa, alfa. Tembelen xassəsinə görə bura ixtisar paramı 3-dən, 12-dən 16 ixtisar paramı 4'e. Bax, bu BM olacaq 3K. MD, bax, bura bütöv olacaq 4K. Düzdür? 4K burada yazırım. Eyni qayda ilə baxıram buradan BD'de bu ikisi. 7K beraber 14 olduğunu göre K beraber 2 olacaq. İndi gəlin baxaq. Bu BM axı bu 6'dır. Eyni qaydına baxsam burada 6'dır. Bax, bu hissəyə fikir verin. Bu da eyni şeydir də, ondan eynidir. Bu da 6'dır. Onda təbii ki 14 olmaq üçün burada qalacaq 2. Bu formatda yazdıq. Fərqi yoxdur. Eyni şeydir. Növbəti 105-ci sual. Buna x deyim. Buna x deyim. Bu olacaq 2x. Düzdür. Gəlin baxaq. MNX MCX B'in 2x. Yani gördüğünüz gibi bu orta nöqtədir. Burada düzbucaq olduğunu ki, burada düzbucaqdır. Onda belə çıxır ki, bu DM düzbucaq təpəsində çəkilmiş hündürlükdür. Yox, mediandır. Düzbucaq təpəsində çəkilmiş median da hipotenuzun yarısına bərabərdir. Yəni ND hipotenuz 4x də yarısı 2x. Gəlin bunu yazaq, peki lazım oldu. KN 2. Bura 2. Yaxşı. Başqa? Bizden soruşdu AD'ni. AD'de gördüğünüz gibi 4x'ti de. Onu gelin bak bu üç bucaqdan. Bak bu üç bucaqdan. Daha doğrusu bunlardan. Belə baxaq. Oxşarlıqdan alırıq ki 4x'in yani AD'nin MN'e yani x'e nisbəti. Gəlin burada bir y deyim. Y'in 2'ye nisbətini. Buradan y beraber 8 olacaq. Yani burası 8'dir. Düzdür? Yani bak buradan n D 2x de 2x beraber n'de nesidir? 2 buradan 8 de buradan 10. Onda x beraber 5'tir. Bizden de AD'ni soruşur. O da 4 vurulsun 5 20. B variantı. Növbəti sualımız. Növbəti 106. sual. Diagonalların uzunluklarının fərqi 4'tür. Rombun D1 çıx D2 4'tür. Perimetri 52'dir. Yani A bərabərdir. 52'nin 4'e bölünsə düşür. 13. 13. Ay. Dəqiqə səbir deyək. Buradaydık. 100 neçədəydik biz? 100. 130 yok. Bu çok geride yere. 106'daydık. Yazdığımız indi. PDF'in bu hissəsi bir olmağı pislidir. Baxaq. Demək, diagonalların uzunluqlarının fərqi 14'tür. Yəni, ardından yazım ki, getməsin bir də. D1 çıx D2, D1 çıx D2 14'tür. Perimetre 12'si onda tərəfi A'dır. Gəlin, rompdan söhbət gedir. Tərəfi 52'nin 4'e bölündü 13. Bu diagonalların biri de obüsdə ikincisidir. Hipotenuzu 13'tür belə çıxır da. Kiçik diagonalın uzunluğunu tapın. Gəlin bunu seçməni yazaq da. Hipotenuzu 13 olan düz bucaq, üç bucaq hansıdır? 5, 12, 13 değil. 5, 12, 13. Mesela burada 5 olsa
Bu 12 olsa. Onda D1 büyük diagonalda, yani 24 olacaq. D2 kiçik diagonal 10 olacaq. Fərqi doğrudan da 14'dürmü? Bəli. Deməli doğrudan da kiçik diagonal 10'dur. Düzbucaqlı bucaq tapmaq daha məsləhətlidir. Təbii ki, ikinci yol nasıldır? D1'in kvadratı üstə gəl D2'nin kvadratı bərabər 4A kvadratı, yəni 4 vurulsun 13'ün kvadratı. Buradan D1, D2 ve bak bu iki ifadeden D1, D2'ni rahat tapa bilərsiniz. Ama biraz uzun gelir də. Daha yaxşı seçmədir. Baxaq növbəti. 107. Çevrə xaricən bərabər yan trapesiya çəkilir. Çevrənin xaricində isə trapesiya. Qarşı tərəflərin cəmi bərabərdir. Böyük oturacağı kiçik oturacağından 3 dəfə böyükdür. Gəlin bir trapesiya çəkək. Bir trapesiya çəkdim buradan. Kiçik oturacağın x deyirəm, böyük oturacaq 3x'dir. Təbii ki, yan tərəflərdə toplamı 4x olmalıdır. Çünki daxilində çevrə varsa qarşı tərəflərin cəmi bərabər olmalıdır. Onda 2x olacaq da burada. Doğru. Növbəti, bu trapesiyanın kör bucağı neçə dərəcə olar? Gəlin buradan hündürlük çəkək, iti bucağı tapaq, kör tapmaq asandır. Bu bizə orta xətt qədər verir. Orta xəttdə 2x'dir. Onda bura x qalacaq, düzdür? Onda bura gördüyünüz kimi 30 olacaq. Bura 30'dursa, burada 97'de toplam olur 120. Heç iti bucaq ehtiyacı yoxdur. C variantı. Oradan tapdıq daha rahat şəkildə. 108'de trapesiyanın 4 ve 6 vahid uzunluqda olan diagonalları onu büyütəcək ilə 23 və gəlin buradan yazım. Bir dənə trapesiyadır. Trapesiyanın 4 ve 6 vahid uzunluqda olan diagonalları. Ta ki bu 4'tür. Bu da 6'dır. D1 4'tür. D2 6'dır. Onun böyük oturacağı 23 ve 37 dereceli. Bura olsun 23. Bura olsun 37. Cəmi neçə eləyir? 60. Bu trapezinin orta xəttinin uzunluğunu tapın. Orta xətt, yaxşı, bura A deyirəm, bura B deyirəm. Bizdən soruşur orta xətt, yəni oturacaqların cəminin yarısı. Düzdür? Onda gəlin bir eləyək də. Gəlin bu, bax ki verim, 37, 23 toplayıram, görüm 60 eləyir. Yəni bura 120'dir. Gəlin mən bunu bir paralel çəkeyim. Bak kiçik diagonal çəkirəm buradan. Təbii ki bura 120'dir. Bu A, onda burada A olacaq. Onda bu kiçik diagonalda 4'tür. Bu da zaten 6 idi. Bizdən A üstə gəl B'ni, yəni bu qırmızı üçbucaqdan A üstə gəl B'ye bir x deyim də. Kosinuslar terimini rahat şəkildə tapa bilərik. Kosinuslar terimine göre x'in kvadratı bərabərdir. 4'ün kvadratı 16, üstə gələk 6'nın kvadratı 36. Üstə gələk 2 vurulsun, yox. Hədə kör bucaq olunca üstə gələk 2 vurulsun, 4 vurulsun 6, kosinus 120 mənfi 2'də 1 idi. Ona görə 2 müsbət elədik, 2'də 1 belə. Normalda çıxdı 120'də mənfi olduğunu görə bunu üstə gəldik. Burada x'ə gedir qalır nə? X kvadratı bərabər. Toplayan neçə idi bu 24'dür də. 36, 24, 60, 76. Düz aldım mı? Altmış 76 bəli. Onda belə çıxır ki x, yəni A üstə gələk B kök altda 76'dır. 76'dan kök çıxmır, vuruq çıxardaq. 4'e bölsək 76 böl 4. 1, 19. 19, yəni 2 kök altda 19. Mesela yaparım burada 2 kök altda 19 böl 2 yazsam 19 qalacaq kök altında. Növbəti 108-ci sual yazdıq. Geçək 109'a. 109 baxaq görün nə deyir. Aşağıda hər hansı 4 bucaqlının tərəflərinin uzunluqları nisbəti verilmişdir. Bunların hansının daxilini çevir çəkmiyorlar. Daxilini çevir çəkmək üçün qarşı tərəflərin cəmi bərabər olmalıdır. Ardıcıldır. Bax bu ikisinin cəmi 4'dür, bu ikisinin cəmi 6'dır, olmaz. Bu 10'dur, bu 8'dir, olmaz. Bu 7, bu 7, bəli, olar. Qarşı tərəflərin cəmi bərabər olmalıdır. B variantı. Növbəti 110-cu sual. Çevrə daxilinə çəkilmiş trapesiyanı çevrənin daxilinə çəkilir. Yəni xaricində trapesiyadır. Yox. Çevrə daxilinə çəkilmiş trapesiya. Hə. Çevrə xaricdədir. Böyük oturacağı bu çevrənin mərkəzindən keçir. Belə çıxır ki, çevrənin daxilindədir trapesiya. Gəlin bir çevrə çəkək. Daxilində də bir dənə trapesiya çəkək.
Çevrənin daxilində olan trapesiya yalnız bərabər yanlı olmalıdır. Çünki qarşı tərəflərin cəmi, qarşı bucaqların cəmi 180 olmalıdır. Və yaxud da trapesiyanın axı oturacaqlar paraleldir. Oturacaqlar paralel olduğuna görə söykəndiyi qövslər, daha doğrusu ayırdığı qövslər bərabər olduğuna görə yan tərəflər bərabər olur. Bir sözlə bərabər yan trapesiyadır. Digər onun böyük oturacağı çevrənin mərkəzindən keçir buradan. Və trapesiyanın perimetri 30'dur. Diagonalı iti bucağın tənbölənidir. Yaxşı, bunu çəkdim belə. Bax bura alfa yazdım. Onda bura 2 alfa olacaq. Bu mərkəzdən keçdiyinə görə bu 90 olmaq məcburiyyətindədir. Onda beləcə ki alfa 30'dur da, 30'dur. Burada 60'dır. Eləmi? Bu da 30'dur. 30'dur. Baxaq gör nə deyir bizə. Orta xəttini tapın. Orta xətti tapmasını oturacaqların cəmini tapmalıyıq. Gəlin baxaq da. Burada deyirəm böyük R. Böyük R. 30 olduğuna görə qarşıdakı katet olacaq böyük R. Təbii ki burada, bax burada R deyinik. Bərabər yanı baxın. Bəs MA olsun da bura. MA vətəri. Bu daxil çəkilmiş bucaq 30 olduğuna görə onda bu qövs 60'dır. 60 dərəcəlik qövsə söykənən vətər, yəni MA da böyük R'dir. Buradan nə alırıq? Alırıq ki perimetrdən neçə R var? 1, 2, 3, 5 dənə perimetrdə 5 R var. 5 R bərabər 30'dursa onda R neçədir? 6. Onda kiçik böyük oturacaq 12'dir. Kiçik oturacaq da 6'dır. Orta xətt olacaq 9. Növbəti məsələmiz 111. Paralelogramın kiçik diagonalının tərəfinə perpendikular olur. Gəlin şəkil çəkək onu sonra. Paralelogramla söhbət gedir. Gəlin bir paralelogram çəkək. Paralelogram çəkdik. Paralelogramın kiçik diagonalı tərəfinə perpendikulardır. Yox, onda belə çəkməyək. Bax, bu kiçik diagonaldır. Tərəfinə perpendikulardır. Bax, belə çəkək. Tərəfə perpendikulardır. Uzunluğu 16 vaytdır. Bura 16'dır. Paralelogramın kiçik tərəfi 12'dir. Bura 12'dir. Burada 12'dir. Pifagor teoremine göre bura 20'dir. 20'dir. Deyək ki, kör bucaq təpəsindən çəkilmiş hündürlüyü tapın. Bunu. Kör bucaq təpəsindən, yəni kör bucaq buradır. Buradan çəkilmiş hündürlük bu olacaq. O da bu düz bucağın hündürlüyü olur. Bax, bu düz bucağın hündürlüyüdür. Tapmaq üçün dedik. Katetləri 16'nı vuruq 12 bölü 20'ye. 2'ye xısar yaparsam burada 8 qalacaq, burada 10. 2 yaparın 6 qalır ya bu. 16'nın 6'ya 96, 96'nın da 10'a bölən 9,6. C variantında gördük bunda. Növbəti məsələmizə baxaq. 112, baxaq görə nə deyir. Deyir ki, çərpələngdir. Çərpələng bilir ki, tərəfləri bərabər orada, yan tərəfləri. AM MC'yə bərabər, AM BC'yə bərabərdir. AM bununla bu bərabərdir. Onda bir çıxıb, bu da bərabərdir, belədir, bərabər. Bu da bərabər yanlış bucaq gördük. Şəkillər qəşik göstərmir, amma eybi yox. Baxaq, AM 10'dur. 10, burada 10'dur ümumi. BN bölünsün CN 3 bölü 2'dir. 3x, 2x. Onda 5x 10'dursa x 2'dir. Onda bu 6'dır, bu da 4'tür. Gelin buradan yazaq. MN'i soruşdu bizdən. Yəni bunu. Çərpələng olduğuna görə bu nə olur həmişə? Tənbələn olur. Gəlin bax buradan belə baxsaq. Onda belki bu 10, bu 10'dursa, onda bu 6, bu 6 olmalıdır. 10, 10'dursa bu da 6, 6 olmalıdır. X 6 olacaq. Belə, məsələmiz budur. AM BC'ye bərabərdir. AM 10'dur. Hədə elədir. Belə. Növbəti məsələmiz 113. 113'da deyir ki, ABC'de paralelogramda SM tənbələndir.
Sonra ne diyor? Diyor ki A7 24'tür. Olsun yaxşı. CM'de 46 bu da var. Bucaq A'nı soruşur bizdən bunu. Bucaq A ilə C bərabərdir. Bəs buna beta deyək. Ne alırıq buradan? Müxtəlif yaza bilərik. Gəlin bileyim. Bak buradan çekim bilip paralel. Bir şey çekim. Bakın bak bura bak belə olduğunu ki bura betadır. Görürsünüz. Yani bura betadır. Paralel çektiğime göre bak tersine zeyt görürsünüz. Onda bura 24'tür. Bak 46 onun xarici bucağıdır. Bak burada. Onda belə çıxır ki 24 ilə betanın cəmi 46 olmalıdır. 24 ilə betanın cəmi xarici bucaq 46 olmalıdır. Beta olacaq neçə? 22 ilə mi? 22. Beta 22 isə onda C bucağı 44'tür. A bucağı da 44'tür. 44. Baxaq görək hardadır 44. B variantında gördük. Növbəti sualımız baxaq nəyə? Deyir ki ABC düz bucaqlıdır. CM'nin M'in ikisi de birbirine beraberdir. Bakın burada bir şey var. Burada. CM 3'tür. MN 1'dir. Bu düz bucaq olduğuna göre düz bucaq şu bucaqdan alırıq ki. Bak bu düz bucaq şu bucaqdan alırıq ki. Bu düz bucaq tepesini çekilmiş hündürlüktür de. Hündürlük burada x desem 3'ün kvadratı 3 x vurulsun 1 olur. Onda x 9 olacak. Bu 9'dur. Diagonal oldu 10. Bizden soruşur A deni. Hiç ne. Onda bak bu üç bucaqdan B'sini tapsam. O da bize ne verir? 3 vurulsun. 3 kök altında 10. A variant. A dedi onun eynidir. Tabi asanıydı. Növbəti məsələmiz 15. 115. ABC trapesiyadır. CM bərabərdir MD. Yəni bu orta nöqtədir. Orta nöqtələrdə adətən orta xət və yaxud da median falan çəkirikdir. Bax, adına çəkəcəyik. Bu varsa oxşarlıq deməkdir. AK yazıram 5x. AK yazıram 5x. 5K yazım da qoy. KM'de yazıram 2K. Buradan yazım. 2K. 2K yaxşı. BC 12. Bizden AD'ni soruşur. X. Onda mecburen bunu bir çekin. Bak buradan bir paralel çekeceğim. Bu M orta xəttə olduğuna göre BC'ye paralel çektim diye orta xəttə oldu da. BCD'nin orta xəttə oldu. Onda bura olacaq 6. Mesela gelin bak buradan. Bak bundan paralel olduğuna göre buradan oxşarlıqını tapacağıq. X'in 6'ya nisbəti 5K'nın 2K'ya, K'larda gedir 5'in 2'ye nisbəti. X beraber 15 olacak. B variantı. 116. ABC'de düz bucaq trapesiyasında M beraber orta nöqtədir. Bir sözlə AM'i tapın. Gəlin birlikdə AM'i soruşur bizdən. ABC düz bucaq trapesiyasında CM'ye bərabər birilən əsasını gəlin baxaq. Yaxşı, onu gəl birlikdən tər çəkim. Gəl mən buradan bir çəkeyim. Görün nə alıram. 16, 11 düz bucaqdan bir şey alıram mı? Yox, oradan bir şey almayacağım. Gəlin belə çəkim. Gəlin bunu belə uzatsam. Bunu belə uzatsam bir şey alabilirim görüm. Bir dəqiqə səbirləyin. Belə. Bəli, alacağım. Baxın, başqa cədə getmiyorlar. Məncə bu daha yaxşı oldu. Bunu bir uzadıram.
Bu BC'nin uzantısını kesişir böyle. Öyle mi? Bu orta nokta olduğuna göre onda x'ti bu. AD 19 olduğuna göre bu da CK 19 olacak. Çünkü beraber çıkacaklar da onlar ona göre. Onda bura 19 olacak. Vesselam. Bak buradan, bak bu göğüş bucaqdan. Bak belə, bak bura. Bu 16'dır, bu da neçədir? 30. 16, 30 neçə gedir? Düz almıram ki deyəsən. Yoxsa düz alıram da, orta nöqtədir. X, 19, 19 düz yazmışam. 30. 16, 30. 2 yaxşı yaparsam 8, 15. Bəli, 17. 17 bura olacaq 34. Onda 2x 34'dürsə, onda x 17'dir bəli. İxtisar yapardım. Bak, bu düz bucağın karelləri 30 və 16 idi də. İxtisar yapardım 2'ye 8, 15, 8, 15, 17 olur. 2 yaparmışdım, 2'ye de böldüm. 2'ye de vurdum, oldu 34. Bak, buraya ümumilikdə 34'dür. Onda x də 17'dir. Bəli, bu daha yaxşı soluydu məncə. Növbəti sualımız. Başqa türlü getmiyorlar, amma məncə bu daha yaxşıydı. Növbəti sualımız. Belə də getmiyorlardı, heç ona ihtiyaç yoxdur. Bu orta nöqtədir, buradan bir çəkərdim. Bəli, bu daha yaxşı olardı məncə. Orta xətt 19 ilə 11'in. Bu daha yaxşıdır, bəli, bura düz bucaq. Orta xətt olduğuna görə bura 15, bura 8, yəni 17. Uzun getməyə ihtiyaç yoxmuş, bu daha yaxşıdır. Növbəti sualımız 117. Növbəti ABC də düz bucaqlıdır. Bunu görürsə bununki oxşarlıqdan söhbət gedir. AM 3x, 3x, BM 5x, 5x. Onda burada toplam 8x. OH 10. Bizden soruşu CD. Hani CD? Yani bunu soruşu 8x'i. Yani x tapmalıyıq. Gəlin belə edək. Öncə bax burada belə tapın deyə baxın. Bu bir sansından gedək. Bax belə baxaq. Baxın. Bax belə paralel var deyə bax belə. Bundan getmək daha yaxşıdır. Bu ortadakinin tersi, yəni 1/10 bərabər kənardakilərin tersi. 1/5x ilə 1/8x'in cəmi. Buradan alırıq ki 1/10 bərabərdir 40x'də 13. Buradan alırıq ki x bərabər 13/4. Düzdür? İxtisar yaparsam ona 13/4. Bizden soruşu CD'nin 8x'ti de. 8'i buradan 13/4'e. O da 26. B variantı. Başka türlü gitmiyorlardı. Bence bu daha yaxşıdır. Oxşarlığına gelmək olardı. Onda dolay gelirdi. Əslində yeni şey gəl çıxır. Növbəti məsələmizə baxaq. 118. Paralelogramda MDM tembölən. Onda bura 90'dır. Bura 100% yazdık buradan. BH hündürlüktür. Geçenk. DM 6. AH soruşu bizden. Bakın buradan bak buradan hündürlük çeksem. Bakın burada hemşe orta nöqtə olur. Orta olduğun gibi burada 6'sı burada 6 olur. Zaten tembelene göre de. Bakın. 6 olacak bu da. 6 bura ümumi olur 12. Yok, səhv dedim. Ne səhv dedim ben? DM 6'dır. DM aradır. DM 6 değil. Bu 6'dır, burası 8'dir. Hə. Onda bir çəkəkdə. Bu düz bucaqdan ben bu hündürlüyü çəkim, tapım. Bu olsun, buna x deyim də. X bərabərdir 6/8/10. Yəni 4/8. Bəli. Bura 4/8'dir. Bura. Onda bu da 4/8'dir. Buradan çəkdim, bu da 4/8. Çünkü tembelənlər olduğuna göre. 4/8'in 2 katı 9/6. Onda burada 9/6'dır.
Pifagordan ağaç tapacaqdır. Ağaç tapaq. Gəlin bura y deyim. 5'e vursam 5 çok büyüdür. Tamam da y'nin kvadratı bərabərdir. Onun kvadratı çıx 9,6'nın kvadratı. Toplayandan 9,6 çıxanda 0,4. Bunu 196 vur 0'dan %4 kimi yazsaq. Y bərabər 196'dan çıxacaq 13. %4'ten çıxacaq 0,2. O da 2,6 verdi. 2,6 baxın görün. Neyi səhv yazdım mən? 196 14 çıxır 13 yox orada səhv eləmişəm. Bu da 2,8. Hesab səhv eləmişəm C variantı. Növbəti sualımıza baxaq. 119'a baxaq. ABCD paralelogramın tərəfləri 7 və 9. Diagonalların hasili 200. Tərəfləri, baxın bu tərəflərdir. 7, 7, 9, 9. Diagonallardır bunlar. D1, D2. D1 vur D2'nin 208 olduğunu yazır. Diagonalların cəmini tapın. D1 üstəgəl D2'ni soruşur bizdən. Buna istifadə edəcəyik. D1 üstəgəl D1'in kvadratı üstəgəl D2'nin kvadratı 2A kvadratı plus B kvadratı üstüne istifadə edəcəyik. AB tərəflərdir. Yəni D1'in kvadratı üstəgəl D2'nin kvadratı 2 vurulsun 7'nin kvadratına 49'dur. 9'un kvadratı 81'dir. Bu da bize ne verir? Bu 130 verir. 260. Yine mi? Mesela buradan Allah ki D1 üstəgəl D2'nin kvadratı bunun əvəzi yazıram. Çıx 2 D1 D2. Beraber 260 değildi. Bunu da yerine 208 yazsam. Alıram ki D1 üstəgəl D2'nin kvadratı beraber 260 üstəgəl çünkü burada çıxdır. 2 vurulsun 208 o da 416 edir. 416 toplayanı görün 416. 676 bəli. 676 da 26'nın kvadratıdır da. O da D1 üstəgəl D2 26'dır. O da B variantında. Növbəti sualımıza baxaq. Növbəti sualımıza baxsaq ABC'de düzbucaqlıdır. AMD, CMD, bu alfa alfa. AB 9. Burada 9, onda burada 9. AM 15. Bu 15. Burada düzbucaq olduğuna göre bu olacaq neçə 12. 3'e bölsəm bəli 12. Bu 12. Bizdən soruşur nəyi? MC'ni yəni X'i. Alfa alfa olmağının nətəcə bunu nə qaraq? 15. Trigonometrin gedə bilər, amma trigonometrin getmək istəmirəm mən. Hansı formada kesin daha yaxşıdır. Hansı yoldan yedim daha yaxşı olsun. Oxşarana geçsem. Bilemedim şimdi. Tembele. Buradan baxsaq belə. Bu alfa daxı. Onda burada alfadır. Yani burada bir beraber yanlış bucaq görürük də. Onda bura 15'dir. Burada 15 olması bura 3 olacaq. Sadeydi ama biraz fikirləşdim. Tam da görə bilməmişdim çünki.
Növbəti məsələmiz 121. ABC'de düzbucaqlı MNKD kvadrat SK 9 KD 12 12'dir, sonunda bunlar hamısı 12'dir. Çünkü kvadrattır. SL soruşur bizden. SL yani bunu soruşur. Dolay getmək istəmirəm, hansı formada geçir daha yaxşı olar. İşte bak bu 15 olsun. Düzdür, biri geçir daha yaxşıdır. Bak böyük bucaqla bu içerideki yaşıl balaca şu bucaq oxşardı axı. Uyğun tərəflər nisbəti bərabərdir. Yaşılda bak bucaqlar uyğun bucaqlardır. Alfa alfa bunlar eyni bucaqdır. Alfa qarşısında böyük bucaqda, böyük bucaqda alfanın qarşısında durub 21, balaca şu bucaqda alfanın qarşısında durub 9. Böyük bucaqda alfanın qarşısında durub CL, yox, düz bucaq qarşısında durub CL. Balaca üç bucaq düz bucaq qarşısında durub 15. Gəlin buradan tapaq da. CL bərabər 21 böl 9 vur 15. Buradan x yaparsam 3'e, burada 3 qalır, burada 7. Bunda 3 yaparsam burada 5. 7 ve 5'in 35. D variantı. Böyle getmək daha yaxşıdır. Növbəti deyir ki ABCD rombunda alfa A 60'tır. Bura 60'tır, sonunda burada 60'tır. De. MD SM 2 böl 3. MD 2K 3K. Onda bura 5K'dır. Düzdür. Bu da 5K, bu da 5K çünkü romdur. BM verib 2 kök altı 19. 2 kök altı 19. Rombun perimetrini tap. Bunu neyden tapsaq daha yaxşı olar? Kosinus terimini tapaq, yoxsa başqasından tapsaq? En yaxşı kosinus tapaq deyim. Yoxsa yox. Yaxşı kosinus, bax bu bucaqdan kosinus terimine. Deməli 2 kök altı 19'un kvadratı oluyor. 4 vur 19 eyldə. Beraber 5K'nın kvadratı. Üstə gəlir 3K'nın kvadratı. Çıx 2 vurulsun, 5K vurulsun. Çıx 2 vurulsun, 5K vurulsun, 3K. Vurulsun kosinus 60 yani 2'də 1. Buradan alalım ki 4 vur 19 beraber. Bu 2'lər qısa geçsə bu 15K kvadrat edir, düzdür. 25K kvadratından 15K kvadratını çıxsam 10. Bu da 19K kvadratı. 19K kvadratı. 19'a gelir K beraber 2. K beraber 2 ise onda 5K 10'dur. Onda rombun tərəfi 10'dursa perimetrede 40 olacaq.